Bismillahirrahmanirrahim. Bu söhbətimizdə biz Peyğəmbərin əziz qızı Ali əleyhissalamın həyat yoldaşı İmam Həsən əleyhissalamın, İmam Hüseyn əleyhissalamın və Həzrəti Zeynəb salamullah aleyhanın anası Fatimə-i Zəhranın məqamı, Həzrəti Peyğəmbər salavatullahının ona bağlılığı, Həzrəti Peyğəmbər salavatullahının ona göstərdiyi hürməti və nəhayət Həzrəti xanım Fatimə-i Zəhranın şəhadəti ilə bağlı tarixləri açıqlayarıq. Bunu da qeyd edək ki, bütün müraciət elədiyimiz tarixlər sünni mənbələrindəndir və tanınmış sünni tarixçilərindən istat gətirərik. Həzrəti Peyğəmbər salavatullahının xanım Fatimə-i Zəhraya elədiyi hörmətlə bağlı məşhur sünni tarixçisi Səhih-i Tirmizi kitabında 2-ci cildinin 219-cu səhifəsində İbn Həcər Əsqəlani Şərh-i Fəthül Baridə, yəni Səhih Buxariyə yazdığı Fəthül Bari adlı məşhur şərhində 9-cu cildin 200-cü səhifəsində, İbn Əsir isə Əsədül Qəbə kitabının 5-ci cildinin 522-ci səhifəsində Ayşə xanımdan nəql edirlər ki, Ayşə xanım deyir, Həzrəti xanım Fatimə-i Zəhra salamullah aleyha Peyğəmbərin yanına gələndə, Peyğəmbər ayağa durur, Fatimənin əlindən öpür və onu öz yerində əyləşdirərdi. Hakim-i Nişaburi Müstədrək Əl-Səhih kitabında 1-ci cildin 489-cu səhifəsində İbn İmrandan rəvayət nəql edir ki, Peyğəmbər salavatullah hər vaxt səfərə gedirdisə, axırıncı o şəxsi ki, gəlib Peyğəmbər onunla xudafizləşərdi, xanım Fatimə-i Zəhra olardı. Yəni, Peyğəmbər salavatullah səfərə gedəndə, axırda gəlib xanım Fatimə-i Zəhra ilə vidalaşardı. Amma Peyğəmbər salavatullah səfərdən öz evinə qaydanda, ilk dəfə o şəxsi ki, Peyğəmbər gedib onunla görüşərdi, xanım Fatimə-i Zəhra olardı. Səhih-i Tirmizi kitabında 2-ci cildin 306-cı səhifəsində Əhməd ibn Həmbəl isə Müstəd Əhmədin 5-ci cildinin 391-ci səhifəsində, İbn Əsir isə Əsədül Qəbə kitabının 5-ci cildinin 574-cü səhifəsində Əbu Huzeyfədən rəvayət nəql edirlər ki, Peyğəmbər salavatullah buyurmuşdur, Fatimə cənnət qadınlarından ən üstünüdür. Bunu da qeyd edilək ki, bu rəvayət Səhih Buxarıda da mövcuddur. İbn Həcər Heysəmi Səvağül Muhriqə kitabının 107-ci səhifəsindən nəql edir ki, bir gün İmam Həsən əleyhissalamın oğlu Həsən-i Müsənna, yəni ikinci Həsən ki, İmam Həsən əleyhissalamın oğlu idi, Bəni Üməyyə xəlifələrindən olan Ömər ibn Əbdüləzizin yanına gəldi. Xəlifə Ömər ibn Əbdüləziz Həsənə çox hörmətlə yanaşdı və ona məclisin yuxarı tərəfində yer verdi. Bunu görən saray adamları xəlifəyə etiraz etdilər ki, sən nə üçün bu dərəcədə Həzrəti Əli əleyhissalamın nəvəsinə hörmət edirsən? Xəlifə Ömər ibn Əbdüləziz onların cavabında dedi ki, mən çox doğru danışan və müvəssəq və sadiq insanlardan eşitmişəm ki, Peyğəmbər salavatullah buyurmuşdur, hər kəs Fatiməni sevindirsə, o məni sevindirevdir. Və mən buna əminəm ki, əgər xanım Fatimə-i Zəhra sağ olsaydı və görsəydi ki, mən onun nəvəsinə necə hörmətlə məclisin yuxarı səmtində yer vermişəm, Fatimə buna sevinərdi. Deməli, mənim bu əməlim Peyğəmbərin sevinməsinə səbəbdir. Yəni, bu göstərir ki, Həzrəti Peyğəmbər salavatullahının kəlamı Ömər ibn Əbdüləzizin dövründə də məşhur idi. Və o da eşitmişdi ki, Peyğəmbər salavatullah buyurub ki, kim xanım Fatimə-i Zəhranı sevindirsə, o sanki məni sevindiribdir. Ona xatir Həzrəti xanım Fatimə-i Zəhranın nəvəsi İmam Həsən əleyhissalamın oğluna beləncə hörmətlə yanaşırdı. Onlardan əlavə Səhih Buxari kitabında
Fazail Sahoba kitabında 12. babda Peygamber salavatullah'dan rivayet nakl olunur ki Hazret buyurmuştur: Fatimatu bazgatun minni faman agzabaha agzabani. Peygamber buyuruyor ki Fatıma benim bedenimin parasıdır. Kim onu gazaplandırsa sanki beni gazaplandırır. Ve Peygamber salavatullah'da yine hemen babda rivayet nakl olunur ki Fatimatu sayyidatu nisai ahli cennet. Yani Fatıma behiş kadınlarının en üstünüdür. Bunlardan alava Hazreti Peygamber salavatullah'ın hanım Fatıma Zehra'ya ve Hazreti Ali aleyhisselama bağlılığı barasında büyük sünni tefsirçileri, mesela Salabi tefsirinde, yani tefsiri Salabi'nin 7. cildinin 107. sayfasında, Celaleddin Suyuti Durrul Mansur'un 6. cildinin 203. sayfasında, Şahabeddin Alusi ise Tefsiri Alusi'de, yani Ruhul Meani adlı tefsirinde 18. cildin 174. sayfasında nakledirler ki Hazreti Peygamber salavatullah bir gün Nur suresinin 36. ayasını okuyordu. Aya böyledir ki Euzubillahimineşşeytanirracim Fi buyutin azinallahu en turfaga ve yuzkara fiha ismuhu yusabbihu lehu fiha bil'uduvi vel asal. Yani Allah o evlerin tazim ve makamlarının yüksek olmasına ferman verip ki o evlerde salih ve pak insanlar gece ve gündüz Allah'ı tesbih edirler, Allah'ı zikredirler. Peygamber salavatullah bu ayetini okuyanda bir şahs soruştu: bu kimlerin evleridir? Ki Allah Tebarek ve Teala bunların makamların yüksek olmasına ferman verip. Hazreti Peygamber salavatullah buyurdu ki o evler peygamberlerin evleridir. Ebu Bekir de o meclisteydi. Ebu Bekir peygamberden sual edilir ki ya Resulallah, aya Ali aleyhisselamın ve hanım Fatıma Zehra'nın da evi o evlerdendir? Peygamber salavatullah Ebu Bekir'e dedi bəli, Ali aleyhisselamın ve Fatıma'nın evi onların en faziletlerindendir. Bu bir rivayet idi ki Hazreti Peygamber salavatullah'dan nakl olunur. Tefsiri Salabi'de, tefsiri Durrul Mansur'da ve tefsiri Ruhul Meani'de. Bu gösterir ki Hazreti Hanım Fatıma Zehra'nın evi çok yüksek makamdaydı. Bunlardan alava Şemseddin Zehebi Mizanul İtidal kitabının 2. cildinin 400. sayfasında ve İbn Hacer Eskalani'nin Lisanul Mizan kitabının 3. cildinin 267. sayfasında, Muhyiddin Tabari Zakhairul Uğba kitabının 26. sayfasında gösterirler ki Hazreti Fatıma Zehra'nın adı ilahi taraftan koyulub. Yani bu adı Allah Tebarek ve Teala özü tayin edib hanım Fatıma Zehra için. Onun adını da Allah Tebarek ve Teala koyubdur. Bu rivayeti bunlar Hazreti Peygamber salavatullah'dan nakl edirlər. Bunlardan alava Muhyiddin Tabari Zakhairul Uğba'nın 43. sayfasında ve İbn Asakir Tarih-i Dameşk'in 1. cildinin 247. sayfasında, Şemsuddin Zehebi A'lam-ı Nubela'nın 2. cildinin 126. sayfasında, İbn Abdülberr Maliki El-İstiab kitabının 3. cildinin 65. sayfasında gösterirler ki Hazreti Peygamber salavatullah buyurmuştur ki hanım Fatıma Zehra'nın makamı Hazreti Meryem'in makamından da yüksektir. Hazreti Meryem Hazreti İsa peygamberin anasıdır ki Allah Tebarek ve Teala'dır. Defalarla Kur'an-ı Kerim'de onun adını zikredilib ve bir sure de onun adına nazil olmuştur. Ve bu söylediğimiz tarihi mənbələrdən Peygamber salavatullah'dan rivayet nakl olunur ki Hazreti Hanım Fatıma Zehra'nın makamı Hazreti Meryem Hanım'ın da makamından çok yüksekdir. Bunlar hamısı sünni mənbələridir. Aya görəsən Ebu Bekir'i halife seçmek için kimler Hazreti Hanım Fatıma Zehra'nın evine hücum getirirler? Hücum eylemeklərindən məqsədləri neydi?
ve bunları da tarihi esasla, tarihi kitaplarla söyleyecek inşallah. Tahiyyatul lakum ve rahmetullahi ve berekatuhu.